Azpromo, Azərbaycanda investisiya imkanlarını təşviq edən beynəlxalq biznes platformalarını təşkili və dəstəklənməsində fəal iştirak edir. Bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin icraçı direktoru Yusif Abdullayev WUF 13 çərçivəsində Azərbaycanda ağıllı və davamlı şəhər layihələrinin təqdim edilməsi adlı tədbirdə deyib. Onun sözlərinə görə, müasir şəhər layihələri onları əhatə edən iqtisadiyyatdan ayrı deyil. Onlar dəyər zəncirlərini formalaşdırır, ticarət üçün yeni marşrutlar açır, investisiyaları cəlb edir və bizneslərlə icmalar üçün yeni imkanlar yaradır. Bizim əsas məqsədimiz bundan ibarətdir ki, həm dünyaya göstərmək, yəni xarici ölkədən gələn investorlara, qonaqlara göstərmək ki, şəhərsalma modelləri bu sahədə bizim ölkəmiz hansı dərəcədə və səviyyədə inkişaf edib. Önəmli məsələlərdən də biri oldu ki, işğaldan azad olunmuş ərazilərdə ağıllı şəhərlərin qurulması barədə məlumatlar verildi və Cənab Prezidentin xüsusi nümayəndəsinin Vahid müəllimin təqdimatında da deyildi ki, bütün idarə etmə sistemi bir modul olaraq bir sistemə qoşulub.